nisbətində normaldır sonuncuda. Daha doğrusu, əgər OH-ın sayı bir dənədirsə, hidrogen də bir dənə olmalıdır. Amma 2 OH var, 2 hidrogen, yəni birə nisbətində OH-dan hidrogen olmalıdır. Və biz görürük ki, burada 1 mol kalsium hidroksidə 2 OH var, ona görə 2 mol nitrat götürdük ki, 2 hidrogen 2 OH-ı götürsün, 2 mol su yaransın və kalsium nitrat əmələ gəlsin. Deməli, mən 2 nömrə ilə işarələdiyim reaksiyada isə hidrogenin biri HNO3-ün tərkibində gəlib OH-ın birini götürəcək, 1 mol su əmələ gələcək. Kalsium OH-NO3, yəni kalsium hidroksid nitrat yaranacaq belə bir əsası duz. Amma bir dənə əsas 2 dənə turşu görürsünüzsə, yadınızda saxlayın, oradan qarışıq duz əmələ gələcək. 2 hidrogen 2 OH-ı götürəcək kalsium klorid bromid və 2 mol su yaranacaq. Eyni zamanda əgər 2 əsas bir turşu götürülübsə, oradan da 2 qat duz yaranacaq. 2 hidrogen 2 OH-ı götürəcək. Turşunun tərkibində 2 hidrogen 2 OH-ı əsasın içindən götürəcək. Natrium kalium SO4. Natrium kalium sulfat əmələ gələcək. Bu belə. Deməli, indi mən sözdən deyəcəm. Formulunu siz yazarsınız. Yaza bilməsəniz, mən yazacağım bura. Deməli, sözdən deyirəm, siz formulunu yazarsınız. Alüminium dihidrokso nitrat. Bəli, siz formulunu yazarsınız. Sözdən yazıram mən, siz formulunu yazacaqsınız. Mis2 hidrokso karbonat. Alüminium hidro ortofosfat. Dəmir 3 dihidro ortofosfat. Sink hidrokso nitrat. Yazın bunları. Deməli, burada alüminium dihidrokso deyirsə, düz yazmışsınız. İkiniz də alüminium dihidrokso deyirəm 2 dənə OH. Nitrat deyirəm NO3. Sonra OH metala aiddir. Buradan kəsirəm. Alüminium valenti 3-dür. 3 OH birləşməlidir. İkisi birləşib, biri çatmır. Valenti 1, neçə OH yoxdursa. NO3 da nitrat turşusundan gəlir. 1 hidrogeni yoxdur. HNO3 olmalıdır. 1 hidrogeni yoxdur. 1, ona görə indeks yazılmır. Birincinin formulu budur. Mis2 deyir. Mis2 isə 2 dənə OH birləşməlidir. Amma hidroksa dediyinə görə biri birləşib, biri yoxdur. Karbonat deyirəmsə, karbonat turşusunun qalığını yazıram. H2 karbon O3 2 hidrogeni yoxdur. Ona görə bunu mörtəzə alıb 2 yazacağım. Bunu ayrı şəkildə də göstərə bilərik. Mis2 bura 2, OH 2, yəni problem deyil. Onsuz da 2-ni vursam bunların ikisinə də olacaq. Sonra alüminium hidroortofosfat deyir. Alüminium yazıram. Hidro deyir. PO4 deyir. Alüminium valenti 3. O HPO4'də 2 hidrogeni yoxdur. Valenti 2. Bunu ötəzi alıb aşağısına 2. Bura isə 3 yazmalıyam. Soma sən səhvin buradadır. Dəmir 3 dihidroortofosfat. Dəmir yazıram. Valenti 3'dür. Dihidro deyir. Deməli 2 dənə hidrogen. PO4. Dəmirin valenti 3. H3PO4'ün 3 hidrogeni olmalıdır. İkisi var, biri yoxdur. Ona görə mörtəzə yazıb aşağısına 3 yazıram. Sink hidrokso nitrat. Sink yazıram. Hidrokso deyir OH. Burada yazıram NO3. Və 1 OH yoxdur. Üzərinə 1, NO3'ün də 1. Ona görə sink hidrokso nitrat yəni bu şəkildə yazılır. Belə. İndi gəl keçək testlərə. Yəni 8'də alüminiumdur burada cavab. Çünki
suyun çıxması üçün orada oksigen də olmalıdır. Alüminium üstə H xlor, oksigen yox deyə su çıxa bilməz. Ona görə də variant D variantı. Sonra 9. hə, birin 1-ə nisbətində deyir də. Özün de görümsə olmaz, nə alınacaq? 2OH 2 hidrogeni götürər. Sonra nə yazaq? De görüm özün. Mən dəftərdə yazdım yoxsa şifahi deyirəm? Şifahidi. Hə. 2OH 2 hidrogen götürdü. Burada bir hidrogen qaldı. Yəni nə yazım mən bura? De görüm. De də, de. OH 2 hidrogen götürdü. Nə qaldı? De. Mikrofonu açıq qoy. Tez dinlə cavabı. Ca, D2, Kalsiyum. CO4. Bəs hidrogen biri Kalsiyum hara defa- getdi? O 2OH 2 hidrogen götürdü. 3 dənədir hidrogen. Bəs hidrogen biri uçdu. Kalsiyum HPO4. 2OH 2 hidrogeni götürür. 2 mol su yaranır buradan. Hə. Kalsiyum HPO4. İndi baxırıq. Hidrogen turşu qalığına aiddir. Bu H3PO4'dür. 3 hidrogeni olmalıdır. Biri var, ikisi yoxdur. Valenti 2. Kalsiyumun da valenti 2. Ona görə daha indeks qoyulmur. Bunun adı kalsiyum hidroortofosfat. O da B variantına uyğun gəlir. Başa düşdün? Bəli. Həmişə çalışın ki, OH özünə lazım olan qədər hidrogeni götürsün. Yerdə qalanını birləşdir də. Sonra 10. Hansı reaksiyadan alüminium sulfat hansı reaksiyadan alüminium sulfat alınır? Deməli, birincidən alınmaz. Niyə görə? Duzdan duz reaksiya girəndə bir şərtdən girər ki, reaksiyanın əvvəlində çöküntü olmasın, amma sonda ya çöküntü, ya qaz, ya su alınsın. Ona görə bu reaksiya getməyəcək. Niyə? Alüminium xlorid çöküntü deyil. Xloridlərdən mən çöküntü cədvəlini sizə yazdırmışam, qrupa da atmışam. Xloridlərdən alüminium xlorid suda yaxşı həll olandır. Hansılar çökür? Növbəti dərslərimizdə bizə lazım olacaq duzlardan sonra ona görə ion mübadiləsi dərsləri gəlir. Hidroliz, elektroliz mütləq əzbər bilməlisiniz. Xloridlərdən argentium xlorid təkrarən sizə deyirəm, amma keçmişəm demişəm. Burada plümbium xlorid, yəni quruşun 2 xlorid və civə 1 xlorid çöküntüdür. Qalanları isə suda həll olur. Alüminium xlorid suda həll olur. Natrium sulfat, sulfatlardan kalsiyum, barium, stronsium, qurğuşun, argentium sulfatlar çökür. Qalanları həll olur. Yəni reaksiyanın əvvəlində problem yoxdur, reaksiya gedir. Amma sonda ya qaz, ya su çöküntü. Burada natrium xlorla birləşəcək. Natrium xlor xorək duzun tərkibi də suda yaxşı həll olur. Alüminium sulfat da suda yaxşı həll olacaq. Çünki mən dedim sulfatlardan ikinci qrupun elementləri kalsiyum, stronsium, barium. Sulfatlar qurğuşunla argentium sulfat da yanında. Yəni bunlar həll olunur. Sonda bunların hamısı həll olur. Elə bil ki, bu dönər gedir də bu proses. Bu maddələr alına bilmir. Reaksiya sona qədər getməyi üçün mütləq sonda ya qaz, ya su, ya çöküntü olsun ki, maddələrin birindən qurtaraq. Azalma baş versin. Amma burada görürəm ki, əvvəldə də problem yoxdur, sonda da çöküntü alınmır. Deməli, bu reaksiyadan alüminium sulfat alınmaz. İkinci reaksiya baxıram. Alüminium burada SO4-dən birləşər, H-da o oksigenlə. Bəli, reaksiyanın sonunda su əmələ gəlir. Heç reaksiyanı yazmasam belə mən görürəm. Reaksiyanın getmə şərtləri var ki, çöküntü, qaz və ya su və sonda mən suyu gördüm. Su az dissosiasiyadan maddədir. Reaksiyanın getməsini şərtləndirir. Ona görə cavab B variantıdır. C olmaz. Alüminium natriumdan zəifdir, gəlib onu çıxarda bilməz. D olmaz, çünki sonda çöküntü əmələ gəlmir. Y də olmaz. Burada çünki SO2 sulfit turşusunun anhidrididir. SO2'nin burada oksidaşma dərəcəsi müsbət 4'dür. Sulfat turşusunda isə müsbət 6'dır. Ona görə uyğun gəlmiş. Cavab B variantı. Başa düşdünüz?
Alüminium yox, dəmirdir. Burada dəmir 3 hidroksid. Dəmir 3 hidroksid necə yazılır Eldar? De görüm. F, e, F, OH, F2OH, FOH. OH-ın valenti nədir? Burada OH-ın valenti 3 qoyacaq indeksinə. İndeksinə 3 qoyursan. FOH OH-ın özünün valenti nədir? Mən demişəm. Valenti oksidləşmə dərəcəsi. Əsasları keçəndə dedim. 1. 1. Valenti 1. OH-ın valenti 1. Dəmir də özü deyir ki, dəmir 3 hidroksid. Valenti 3. Onda mötərizələr aşağısına 3 yazsın. FOH 3. Nitrat turşunun formulu nədir? Nitrat turşusu. Burada nitrat istəmir axı. Demir 1 mol nitrat turşusu. Nitrat. Ha, natrium valenti 1. Natriumda nitrat turşusu. Ha, çaşırdım. Ni. İ nədir? Ay balam, nitrat turşusunun formulunu istəyirəm. Demirəm nitrat, N, T, R, A, T yazılır. Mən zədə deyirəm ki, nitrat turşusunun formulu. Solmaz de görüm. Solmaz. De görüm nitrat turşusunun formulu necədir? O3. HNO3. Hə. Nə dedim? Hidrogen gələn kimi OH-ın birini götürür. Avtomatik götürdü. Su yarandı. Sonra nə qalacaqdı? Özün birləşdir, dinən görüm Eldar nə qalır? H OH-ın birini götürdü. Yerdə nə qalır? Birləşdir görüm. Yerdə ikisi qalır. Denən də bütün formulu denən. Qram Ondan alıram, sonra kəlbətinlə söz alıram. Hə. COH2 NO3. Yaxşı, bunun adı nədir? Və burada indekslərə ehtiyac var. De görüm. Mən indekslər yazdıq da. Yox, mən bəlkə bunu mötərizə cavab birdən də 2 yazıram. Ehtiyac yoxdur axı. Niyə? Denən görüm də əsaslandır. Mən bayaq necə izah elədim? Dedim ki, OH də metala aiddir, neçəsi OH-ı var, neçəsi yoxdur. Çünki OH və hidrogen verəndə ona ehtiyac olmur. OH verir. Ay Eldar, mən qəşəng izah istəyirəm. Onu izah eləməsən, bu gün öyrəndin, sabah yadından çıxdı. Oksid əsas, turşu, duz da əsas bölmədə. Hara getsən, səni izləyəcək, bax belə. Qabağına çıxacaq, qeyri-üzvü kimyada da. Hə. Və OH olanda metalla OH olduğu üçün qoymuruq. Onun dəxli yoxdur. Mən bayaq necə izah eləmişdim? Alüminium dihidrokso nitratda məsələn. Nə dedim mən? Özün də dedim, bunu müəllim izah eləmişdiniz, düzdə yazın göndərdin. Hə, oradan yazdın, oradan yaddan çıxdı. De görüm olmaz. Bunu necə izah eləyəsən? Mən nə bilim bunun aşağılarına indeks qoyum, qoymuyorum. Niyə qoyuramsa, niyə qoymuramsa, niyə? De görüm. Əsaslandır. Hidrogenə görə Hansı hidrogenə görə? Hə. İzah elə bilmədiniz. Dəmirin valenti 3'dür. 3 OH olmalıdır. Amma ikisi var. Biri yoxdur, valenti 1. Axırıncı dəfə izah edirəm. Siz hər birini hansını desəm, düzü mənə belə izah eləyin. Belə şey olmaz. Pərakəndə yazırsınız, bəlkə heç orada variantlar yoxdur, bəlkə açıq sualdır bu. Bəlkə səndən kimsə istəyir ki, get bunun formulunu yaz görüm hansı maddə alınır. Nə biləcəksiniz nə alınır? Burada indi variantlar var, görürsünüz ki, OH-ı dəmir OH2-ni mötərizəyə alıb təzədən bir dənə də 2 qoyulmayıb. Ona uyğun seçirsiniz, amma variantsız olsa nə olacaq? OH qrupu həmişə metala aid olur. Ona görə metal yanında OH-ı görəndən sonra bir xətt çəkib ayırdınız. Hə, dəmirin valenti 3'dür, 3 OH olmalıdır. İkisi var, biri yoxdur, valenti 1'dir. NO3 hansı turşudan gəlir? HNO3'dən. O turşunun qalığıdır. Bir hidrogeni yoxdur. 1, 1. Hər birin valenti 1, ona görə indeks yazılmır. Bu cür formada izah eləyin. Bu cür formada yazın. Bəlkə elə HNO3'dən 2 mol götürüldü.
2 mol götürsə başqa cür olacaq. Mütləq şəkildə başqa cür olur. İndi burada 1 mol götürüb deyə barium dihidroksonitrat alınacaq. Sonra Mən orada deyəcə dəmirin variantı 3-dür. D yazıb da. Ondan sonra deyəcə ikisi var, biri yoxdur. Onu tanışmışam. 3 OH olmalı deyil. Valenti 3'dür deyə 3 OH birləşməlidir ona. Yazmamışdıq ferium OH3. Demədik OH-ın valenti 1, dəmir 3. Ona görə ferium OH 3 dənə bunun OH ola bilərdi. O ikisi var yanı tərkibində, biri yoxdur da. Ona görə valenti 1. Turşu qalığın yanında nə qədər hidrogen yoxsa ona uyğun valent deyirik. Əsasın tərkibində nə qədər OH yoxdursa ona uyğun valentlik deyirik. Duzun tərkibində valentini ona uyğun çıxardırsınız. Başqa cürə onu necə eləsəz yadınızda qalmayacaq. Sonra Anladım. neçə? 19. Hansı reaksiya tənliyi doğru deyil? Deməli, baxaq görək hansı deyil. Metalların aktivlik sırası var idi. Bu gəlib çıxır burada ortalığa. Metalların sırası var idi. Bunu da yazdırmışdım, demişdim də. Yenə yazıram, turşular dərsində keçmişdik özdə. Turşulardan tərkibindəki hidrogeni hansı metallar çıxarda bilər? Lityum, kalium, kalsiyum, natrium, magnezyum, alüminium, mangan, sink, krom, ferium, nikel, qalay qurğuşun, mis, civə, platin, arium, belə. Bax, burada get-gedə metalların aktivliyi azalır. Sonraki metal əvvəlki metalı sıxışdırıb çıxarda bilməz. Bir o halda ki, B-yə baxın. Gətirib elə misi qoyublar ki, sinki çıxartsın. Belə bir şey olar mı? Mis hidrogenden sonra yerləşmiş pasiv metaldır. O gəlib sinki özündən əvvəlki güclü metalı sıxışdırıb çıxarda bilməz. Yəni deməyəm budur ki, bax, turşular dərsində olan bu hissədir. Gəldi duzlar bölməsində bizə lazım oldu. Pasiv metal gəlib aktivi çıxarda bilməz. Amma sink plümbiumdan aktivini çıxarda bilir. Digər reaksiyalarda reaksiya gedir. Hə, sual verirlər. Burada sink aktivdə. Hə, sink aktivdir. Sinkimizi çıxartmalıdır. Bir ki o. Mis sinki olmaz axı. Ən altda yazıcı. Hə. Ən altda yazıcı adı. Platin arium. Platin. Pıtı. Platin bu da arium. Bax, bunu turşular mövzusunda bu var idi. Turşuların aktivlik sırası. Hansı turşu hansını turşunu sıxışdırıb çıxarda bilər? Bir də metalların aktivlik sırası. Kimin dəftərində yoxsa yazsın, yenidən öyrənsin. Bax, bütün ion mübadiləsindən sonra keçəcək hidroliz, elektroliz hamısında sizə lazım olacaq. Əsasda elektrolizdir. Bu metalların sırası. İon şəklində üzərinə müsbət qoyub ion yaradacaq. Məhlula atılan sonra ion formasına keçir. Katoda, anoda doğru istiqamətlənir. Məhlul elektrik cərəyanı keçirir. Dövran qapanması fizikada da var. Lampanın işıqlanması. Bax, bunlar hamısı yüklü ionların yaranması ilə bağlıdır. Onda baxmaq lazım olacaq ki, elektrolizdə hansı proseslər gedir. Bəs burada mis də plümbiyumda sinkdən elə bir pasiv metaldır. Onda ikisi də doğru olmalı deyil. Həm B, həm D. Sink plümbiyumdan aktivdir də. Sink plümbiyumu gəlib çıxarda bilər. Misdən aktiv deyil. Orada D-də mis var. B-də. Burada mis sinki necə çıxartsın? Çöldə dayanan metal gəlib duzun içindən onu sıxışdırıb çıxarda bilməz axı. Mis çöldə dayanıb gəlib duzun içindən gəldi ki, sən çıx, mən gəlmişəm. Dağdan gəlib bağdakını qovur. Olmaz. Sonra 24.
Molyar kütləsi 81 olan H2 ilə molyar kütləsi 58 olan YOH2-nin reaksiyasının alınan normal duz. Normal duzda nə dedim? H-ın sayı OH-ın sayına bərabər olmalıdır. HX üstə gələk YOH2. H-ın sayı OH-ın sayına bərabər olmalıdır. Burada bir H var. Ona görə HX-in mol miqdarını nə qədər götürək ay Eldar ki, orada da H-ın sayını 2 eləyək. Burada 2 OH var. Burada da H-ın sayı 2 olsun deyə HX-in mol miqdarını nə qədər götürək? 2. Mən bura gətirib 2 qoyacağım. Düzdür. İndi YOH2-nin kütləsi, bunun kütləsi 58-dir. Bunun kütləsi 81-dir. Amma 2 mol götürmüşük deyə 162, yəni 2 vurmalı olacaq. Alınan duzun kütləsini istəyir. Hə. Bax, Y-ın valenti neçədir? Duzun formulunu yazırıq. Ha, gör necə çıxardırıq. Diqqətli yanaşın. Növbəti məsələlərdə mən soruşacağam ki, necə duz alınır, formulu nədir? Y-ın valenti burada neçədir Eldar? 1. 1 niyə? 2 gəlib bu OH-ın aşağısına 2 düşüb də. Ha, 2 olur. Yazdım üstünə 2. Özdə metalların tərkibində, əsasların tərkibində mütləq metal olur. Metal, bir də OH. Natrium OH, kalium OH, kalsium hidroksid, alüminium hidroksid və s. Və duzları da yazanda fikir versəniz, duzları hansı duzu yazsanız, əvvəldə metal gəlir. Fikir verin, istəyir turş duzu olsun, istəyir əsas duz olsun, əvvəldə metal gəlir. Ona görə burada mən bilirəm ki, dəqiq Y metaldır. X burada turşu qalığıdır, qeyri-metaldır. Ona görə Y-ı gətirdim, əvvələ yazdım. Görün formulu mən necə tərtib edirəm. Diqqətli şəkildə siz də elə yanaşın. Y valenti 2-dir. Ona görə də OH-ın aşağısına gətirib 2 yazacaq. Mən də üstünə 2 yazdım. X-in valentini təyin edirəm. HX-dan gəlir. Hidrogenin X-in yanında bir hidrogeni yoxdur deyə valenti 1-dir. Mən nə dedim duzların formulunu yazanda dedim ki, neçə dənə tərkibində neçə dənə hidrogen yoxdursa, turşu qalığın valenti ona bərabərdir. Yazdım üstünə 1. 2 gələcək X-in aşağısına bu cür forma və orada hidrogen varsa, OH varsa mütləq demişəm nə əmələ gələcək reaksiyadan sonra? Su. Oksigen sayı 2 olduğuna görə burada 2 yazıram. Hidrogen sayı 2, burada 2, burada 4 bərabərləşdir. Suyun da kütləsi 18-dir. 2 mol su var. 18 vuraq 2, 36. Belə bir bərabərlik var. Reaksiya girən maddələrin kütləsi reaksiyadan alınan maddələrin kütləsinə bərabər olacaq. 162 üstə gələk 58 bərabərdir. Y2-nin kütləsini bilmirəm. Bunu A-dan işarə edirəm. Üstə gələk 36. Yəni belə bir tənlik var. 162 üstə gələk 58 bərabərdir. Y2-nin kütləsini biz A-dan işarə edirsək A plus 36. İndi hesablayın görək buradan nədir? Solmaz başa düşdün? Bəli. Deməli, nədir uşaqlar? Birinci, HX-dan YOH-ın kütlə reaksiyasını yazdıq. Normal duzda OH-ın sayı H-ın sayına bərabər olmalı olduğu üçün HX-in mol miqdarını 2 mol götürdük. 1 mol HX 81 qramdırsa 2 mol HX elədi 162 qram. YOH2 də 58. Bunların reaksiyasını yazandan sonra alınan duzun formulunu yazmaq lazımdır. Y metaldır və duzlarda da, bütün duzlarda fərq yoxdur. Hansı duz olur olsun. Metala əvvəldə turşu qalıqlarını sonra yazmaq lazımdır. Qeyri-metallar sonra. Yəni Y metaldır, valenti 2. X deməli qeyri-metaldır və bir hidrogeni yoxdur, valenti 1. Ona görə YX2 kimi bu formada yazacağıq. Sudakı H2 hidrogen varsa, OH varsa oradan su çıxacaq. Oksigen sayı 2, ona görə suyun da qabağına 2 yazırıq. 2 dəfə 2-ni 4. 2 hidrogen, 2 hidrogen, 4 hidrogen, yəni sağ, sol bərabərləşdirdik. Ondan sonra yazıram. 162 reaksiya girən maddələrin kütləsi reaksiyadan alınan maddələrin kütləsinə bərabər olmalıdır. Kütlələrin saxlanması qanununa əsasən. 162 üstə gələ 58 bərabərdir A plus 36. Oradan da tapıram ki, A bərabərdir 184. Aydın oldu yəqin ki. Keçirik növbəti bu səhifədən suallarınızı verin. 28. 28-i mən niyə deyirəm? Özün denən görüm. Bayaqdan ona aid nümunələr dedim.
Nə oldu? Bəs dedin asandır, ona aid demişdiniz. De görüm nədir o? Alüminium nitrat deyirəm. Sə. Alüminium yazsan, bir də nitrat turşunun qalığını. Sonra valentliklərin üstünə yazıb tapırsan. Tap görüm necə olacaq. Ən də başa düşürəm ki, indi biz bu ABCD'ye uyğun olaraq üstdəkini tapırıq, yoxsa üstdəkini uyğun olaraq ABCD'ye ilişkin tapırıq. Təbii ki, üstdəki formula uyğun olaraq adını tapasan. Şimdi tapırıq. Birinci alüminium nitratdır da. Bax, alüminium nitrat deyir. Alüminium yazıram. Nitrat, bir də nitrat turşunun qalığı. Nitrat deyirsə, nitrat turşunun qalığını yazdım. Yazdın mı? Hə, alüminium valenti neçədir? 3. 3. NO3-ün yanında neçə hidrogen yoxdur? Neçəsi olmalıydı? O NO3 hansı turşudan gəlir? NO3'ün yanında bir hidrogen yoxdur. Aysa o. Onda mötərizələr başlasına 3 yazasınız. Bu belə. Deməli, bu alüminium nitrat. Alüminium nitrat. Və alüminium sabit valentli deyə heç vaxt onun valenti deyilmir. Yəni, bu variantlardan qurtardıq. İndi baxaq görək bunun adı nədir? Alüminium, 2 dənə hidrogen, yox, 2 dənə hidrogen qalıb içində. Bəs onu niyə demirsiniz? Turş duzlarda hidro deyə adlandırırıq, 2 hidrogen varsa dihidro. Əsaslı duzlarda isə hidrokso deyə adlandırırıq. Əsaslı duzda 1 OH varsa hidrokso, 2 OH varsa dihidrokso. Təbii ki, 2 hidrogen olduğuna görə dihidro orta fosfat olacaq. Deməli, adlandırmanı öyrənməmisiniz. Xoşuma gəlmədi. Formullarda da zəif yazırsınız. Adlandırmada heç. Sən orada hidrogeni görüb, niyə onun adını çəkməməlisən ki? Dihidro orta fosfat. Hidrogen adını çəkməlisən də. Turş duzlarda hidro, 2 hidrogen varsa dihidro, əsaslı duzlarda da hidroksu sözü olmalıdır. Başa düşdünüz? Kim başa düşmədisə bir də nümunə deyim, üzərində izah edeyim. Hə? Başa düşdünüzmü? Bəli. Sonra. Burada A oldu. Alüminium nitrat, alüminium dihidro orta fosfat. Bəli. Sonra. %31. Hansı sırada yalnız ekvivalentli metalın orta fosfat turşusu ilə duzlarının formulu yazılıb? Ekvivalentli metal deyir. X qoyuram, valenti 2. İndi gəlin bu orta fosfat turşusu da H3PO4'dür. İndi gəlin elə eləyək 3 hidrogeni olmasın. 2 hidrogeni olmasın, 1 hidrogeni olmasın. Elə yanına turşu qalığı. Bax, bunun hansı turşu qalıqlar ola bilər? Bundan 3'ünü də götürüb bir PO4 3 mənfi yarada bilərəm. Bunun birini götürüb H2PO4 də yarada bilərəm. Dihidro orta fosfat anyonu. Ya da birini götürərəm, yox, ikisini götürərəm HPO4 2 mənfi, yəni hidro orta fosfat anyonu. Gətirib bir-bir qoyun yanına. Bax, bunu qoysam yanına, bunu. Olacaq XPO4. PO4'ün 3 hidrogeni yoxdur. Valenti 3, X-in də valenti 2. 2 valentlidir də. Onda mötərizə alıb bura 2, bura 3 qoyacaq. Gəldim o birinə. X-in valenti 2. Gətirib bunu qoysam yanına. H2PO4. Bölürəm. Hidrogen PO4'ə aiddir də. 3 hidrogeni olmalıydı. 1 yoxdur. Valenti 1. X-in isə valenti 2. Ona görə bunun mötərizə başlasına 2 qoyuram.
Gəlirəm 3-cüyə, yenə də x yazıram valent 2. Bu dəfə HPO4-ü birləşdirirəm. HPO4. X-in valenti 2, HPO4-ün də valenti 2, çünki 2 hidrogeni yoxdur. Ona görə də metalın valenti və turşu qalığının valenti bir-birinə bərabər olduğuna görə indi x qoyulmur. Mənə deyir ki, hansı variant uyğundur? Ya XHPO4 olmalıdır, ya X3PO4 2, ya da ki XH2PO4-dən 2 dəfə, yəni belə bir formul uyğun gəlməlidir. Ona görə də 31-ci sualda cavab A variantı olacaq. XHPO4 və XH2PO4-dən 2 dəfə. Yəni bu formul və bu formul uyğun gələcək. Aydın oldu mu uşaqlar? Bəli. Soram. 36. 49 qram sulfat turşunun tamamilə turş tuza çevrilməsinə neçə qram kalium hidroksid lazımdır? Turş tuz deyirəmsə, Eldar, tərkibində nə qalmalıdır? Hidrogen yoxsa OH? Hidrogen. Hidrogen. Yazıram H2SO4. Və kalium hidroksid solmaz necə yazılır? Nə? Kalium hidroksid necə yazılır? Formul necə yazılır? Apal aşağıda verib də heç olmasa bura bax. Kalium OH. OH gəlib buradan sulfat turşunun içərisindən bir hidrogen götürəcək. Çünki turş tuz deyir. Buna görə mol miqdarını 2 mol götürmürük də ki, OH-dan H-ın sayını bərabər eləyək. Turş tuzlarda hidrogen sayı OH sayına çox olmalıdır. OH gəlib hidrogenin birini götürəcək. 1 mol su yarandı, çıxdı. Şöyle yerdə nə qalır? Kalium qalır. Hidrogenin biri qalır. SO4. İndi bu sulfatın kütləsi 98'dir. Turş tuza çevrilmək üçün 1-in 1'ə nisbətində gedib. 98'ə 56 qram kalium OH lazımsa 49'a da yarı qədər, yəni 28 qram lazım olacaq. Aydın oldu mu uşaqlar? Yəni turş tuz üçün hidrogen sayı OH-ın sayından bərabər çox olmalıdır hidrogenin sayı. Ona görə də 1-in 1'ə nisbətində götürəcəyik ki, hidrogen orada çox qalsın və turş tuz alaq. OH gəlib H2SO4-ün içərisindən özünə lazım olan götürəcək və su əmələ gələcək. Yerdə də kalium hidrosulfat yaranacaq. 98 qrama 56 qram kalium OH lazımdırsa 49 qrama da 28 qram. Aydın oldu mu? Başa düşmədisə bir də izah edeyim. Başa düşdüm. Sonra Bir də onu geri versən. nə deyirsən? Onu bir daha geri versən. Burada C olacaq. 43-cü sualda bax. Bir də 3 vuraq 2. 6H, OH 6H. Burada normal duz. İkincide 2OH, 2H. Burada normal duz. C'ni saxlayıram. 4'ə baxıram. 2OH, 2H. Normal duz. Burada baxıram. Hidrogen sayı çoxdur. 2 vuraq ki 4 hidrogen, 2 OH. Burada turş duz. Mənə əsası duz lazımdır. Burada 2 OH, 1 hidrogen. Yəni bir hidrogen gəlib OH-ın içindən biri OH-ı götürəcək ki, bir dənə su yaratsın. Yerdə qalan kalsium, OH, xlor birləşəcək. Olacaq kalsium hidroksixlorid. Yaz dəftərinə qeyd elə. Sonra Mən də bitdi. Mən 45'ə qədər yazmışdım. səndə olmaz. Məndə bir dənə 48 qaldı. 48. Oksid, hidroksid, duz. Oksid necədir formulu? Bir hər hansı bir element, bir də oksigen.
Yəni belə bir birləşmə axtarmalıyıq SO2 ya P2O5 ya maqnezium oksid. Bu turşudur, getdi. Bu da duzdur, getdi. Yəni ya A'dır, ya B'dir, ya D'dir. İkincidə hidroksid olmalıdır. Yəni OH qrupu olmalıdır. Onda A'da da uyğun gəlir, C'də də uyğun gəlir. D uyğun gəlmir çünki buradakı turşudur. Üçüncüdə də duz olmalıdır. A olur. Onda da A variantı çıxır. Bəli. Deməli, 57-ci suala baxırıq. Kalsium karbonat və barium sulfat. Bu qarışıqdır. Qarışıq 5 qramdır. Nə verilir, onu özünüz üçün yazın. Və bu qarışıq nitratdan gedir. Bunun da üzərinə HNO3 gəlirəm. Bunun da üzərinə HNO3 gəlirəm. Baxım görüm hansı reaksiya gedir, hansı getmir. Baxıb görürəm ki, birinci reaksiya gedər. O turşuların aktivlik sırası görürsünüz necə bizə lazım olur. O sırasını bilsəz, yadınıza salsınız, bilərsiniz ki, hansı turşunu çıxardır. Aşağıdan yazıram. Birinci növbədə sulfat idi. Sonra həmin sırada gəlirdi HNO3, H-xlor, H-brom, H-yod, sonra H3PO4. Bunlar gəlirdi. Sonra gəlirdi sulfid. Sonra gəldi üzvü turşular. Sonra gəldi karbonat. Sonra gəldi sulfid H2. Sonra da sonunda H2 silisium O3. Yəni, dediyim odur ki, bu sıranı bilirdik. Və nitrat, təbii ki, bu sırada nitrat burada yerləşir. Karbonat sonunda yerləşir. Nitrat get-gedə bunların turşularının qüvvətli zəifliyi nitrat karbonatdan güclü olduğuna görə onu sıxışdırıb çıxarda bilər. Yəni, buradakı bu qalığı çıxardacaq, onun yerinə NO3-ün, nitratın qalığı gələcək. Kalsium NO3, kalsium valenti 2, NO3-ün bir hidrogeni yoxdur, valenti 1, mörtəzi yazıb 2 yazıram. Buradakı hidrogen də karbonatla birləşəcək, H2 karbon O3 yaranır, o da alınan anda parçalar, onu heç vaxt belə yazmaq düzgün deyil. Hətta qəbulda belə biz orada yəni yoxlamalar aparanda görürük ki, H2 karbon O3-ü bu cür formada götürəndə baldan kəsilir. Çünki fikirləşirlər ki, bu karbon qazının suya ayrıldığını aynı şəkildə bilmir. Bu qazlı suda elə bilir. Deməli, buradan reaksiya gedəndə kalsium nitrat, karbon qazı və su alınacaq. Amma ikinci reaksiya girməyəcək, getməyəcək. Çünki nitrat turşusu sulfatdan zəifdir. Nitrat gəlib nətər sulfatı çıxartsın. Ona görə ikinci reaksiya getmir. Və birinci reaksiyanı əmsallaşdırsaq, NO3-ün sayı 2-dir. Burada gətirib 2 qoyuram. Sağ solu bərabərləşdirdim. Deyir ki, 448 milli. Onu litrə çevirsəm, o da 0,448 litr karbon qazı. Bax, bu karbon qazı buradan ayrılan qazı nəzərdə tutur. Reaksiyanın qırağı ayrıca yenə də yazım. Kalsium karbonat üstə gələk HNO3. Əmələ gələcək kalsium NO3-dən 2 dəfə. Üstə gələk karbon qazı, üstə gələk su. Və bura 2 qoysam, sağ solu bərabərləşdi. Görürəm ki, reaksiyadan 1 mol, yəni 22,4 litr karbon qazı ayrılanda reaksiyaya girən karbonatın, kalsium karbonatın kütləsi 100 qramdır. Amma məndə 0,448-dir. Onda neçə qram kalsium karbonat reaksiyaya girəcək? Bu da hesablayanda 2 qram eləyir. 2 qram eləyir, riyazi olaraq hesablayanda. Çünki 100 vuraq 0,448, 44,8 eləyir. 22,4-ü 44,8-ə bölsək, yox. 448, 44,8 22,4-ə bölünür. Çünki 22,4 x bərabər 44,8, hə, x də bərabər 2 eləyir. Deməli, kalsium karbonat bu qarışığın içərisində 2 qramdır. Onda barium sulfat neçə qram olacaq? 3 qram. Çünki cəmi qarışıq 5 qramdır. Onun 2 qramı kalsium karbonatdırsa, 3 qramı barium sulfat eləyəcək. Ona görə cavab 3-dür. Y variantı. Aydın oldu. Bəli. Yazın dəftərinizə. Olsun dəftərinizdə. Baxın, 71-ci sual keçdiyimiz mövzuya aiddir. Qrupa da atmışdım. Duzlar mövzusunda onun üzərinə yenə gəlirik. Yenə də burada təkrarladıram. Video izahı da atacağım qrupa. Yenə də təkrarladıram ki, hansı birləşmələr çökür.
Sulfatlardan yadınıza salmaq üçün deyirəm. SO4 olanlardan, sulfatlardan. Kalsium, stronsium, baryum, quruşun və argentin sulfatlar çökür. Çökür. Yəni kalsium SO4 çökəcək, stronsium SO4, baryum SO4, plümbium SO4, bir də argentin 2 SO4, yəni gümüş bir sulfat. Xloridlərdən argentin xlorid, plümbium xlorid, bir də cüvə bir xlorid. Yəni bunu qısaca bu cür formada da göstərə bilərik. Argentin xlor, plümbium xlor 2, bir də cüvə bir xlorid. Sonra karbonatlardan, orta fosfatlardan, sonra sulfitlərdir, silikatlardır. Bunlardan ancaq natrium, kalium, amonium. Bax, bunlar həll olur. Natrium, kalium, amonium. Qalanlar hamısı çökür. Bunu belə yadda saxlayın. Natrium, kalium, amonium həll olur. OH olanlardan, yəni hidroksitlərdən qələvi torpaq metallar. Bax, qələvi və qələvi torpaq. Bunlar hansıları idi? Yadımıza salaq. Birinci qrupun metalları litium, natrium, kalium, rubidium, sezium. Bunlar qələvi metallar. İkinci qrupdan da kalsium, stronsium, baryum. Bunlar həll olur. Bax, həll olur. Qalanı çökür. İndi deyir ki, kationlardır, birləşib suda yaxşı həll olur. Deyir, sinkdən sulfat yaxşı həll olur. Çünki sulfatların içərisində sinkin adı yoxdur. Dəmir, sulfat yaxşı həll olur. Amma karbonatlardan yazmışam. Karbonatdır, fosfatdır, sulfitdir, sulfit, silikat. Bunlardan ancaq natrium, kalium, amonium həll olur. Sink karbonat da çökür, berium karbonat da çökür. Həll olanlar ancaq X-dan Z olacaq. Cavab B variantı. Aydın oldu. Yenə də yazın dəftərinizə götürün. Hər ehtimalı olsun dəftərinizdə. Buna aid suallar çox düşəcək qabağınıza. 64 da onlardır. Hansı həll olur, hansı həll olmur deyə. Deməli, sink lövhəni quruşun 2 nitrat məhluluna salırlar. Sink üstə gələk, plümbium NO3-dən 2 dəfə. Salanda sink plümbiumun aktiv olduğuna görə bayaqları metalların sırasını yazmışdım. Sink plümbiumun aktiv olduğuna görə plümbiumu vurur, çıxardır çölə. Sink nitrat üstə gələk plümbium yaranacaq. Və bu zaman deyir, lövhənin kütləsi 14,2 qram artmışdır. Yadınızda saxlayın. Əvvəl sink lövhə idi, sonda plümbium lövhə çıxdı çölə. Bu duz şəklində çıxdı. Yəni sink nitrat duz şəklində çıxdı. Lövhənin kütləsi arasında artım deyəndə reaksiya girən və reaksiyadan alınan metalların kütlə fərqi nəzərdə tutulur. Plümbium burada 207-dir. Sinkdəki 65. Yəni 207 çıx 65 qədər artım olur. 207-dən də 65 çıxanda, yəni burada 207 plümbiumdur, sinkdəki 65. Onu çıxırıq. 207 çıx 65 nə qədər edir? Çıxın görək, 207 çıx 65. Məncə, 142 edir. Bunların arasındakı fərq edir 142. 142 qram artım olanda 65 qram sink məhlula keçib, baxın, məhlulun içərisinə keçib. Əvvəl metal idi, keçdi məhlulda duzun içərisinə. Bəs 14,2 qram artım olanda nə qədər sink məhlulda keçər? O da eləyəcək 6,5. Başa düşdünüz uşaqlar? Yəni, metal lövhənin kütlələr arasındakı fərq ki, əvvəl sink idi, 65, sonra plümbium şəklində çıxdı. Yəni, metal deyilsə, girən və çıxan lövhələrə baxacaq. Duza yox. Və bu zaman bunların arasında kütlə fərqi bizə onların arasında artım verir. 142, 65 isə 14,2 nə qədər edir? O deyəcək
6,5 qram sink. Belə uşaqlar, digərlərinə baxıram. 115 məsələn, özünüz eləyə bilərsiniz. Eləyin bir dənə, bir də baxım görüm. Biraz 120-121 kimi məsələlərdə çətinlik çəkəcəksiniz. Qalanları rahat gedir. Baxın bir-bir. Hardasa 150'ye kimi verirəm mən. Hə, 115 eləyin. İndi zərər yoxdur, vaxtımız var, biraz eləyək. İkinci günü mən tələsirəm deyə dərsə. Ola bilsin ki, bir 10 dəqiqəsi tez buraxdım. Çünki kursda dərsm olur. Sizin dalınca RFM qruplarına gedirəm. RFM-in dalınca kursa gedirəm. Ona görə şənbə günü çox yorğun oluram. Əlavə saat saxlaya bilmirəm. Siz dərhal qutaran kimi birin yarısı başlayıram RFM qruplarından. Ondan da kursda 10-11-lərdən. Ona görə də indi artıq keçə bilirəm ki, duz mövzusunu yaxşı mənimsəyin. Burada alüminium 115'də 2 hidrogen, 2 OH götürəcək. Alüminium OH, xlor. 2 yaranacaq. Alüminium hidroksoklorid. Alüminiumun elə bil ki, buradan 2 mol suyu çıxacaqsan. 78. Üstə gələk. 2 vuraq 36,5 o da eləyir 73. Çıxıram 2 mol su. 2 hidrogen 2 OH götürür də. 1 mol su 18, 2 mol su 36. Yəni 78 üstə gələk 73 eləyəcək 161. Ondan da 36 çıxanda deyən görək. Nə qədər elədi? 78 üstə gələk 73 çıx 36. 115 edir axı. 115 hə, 115 D variant. Alüminium hidroksoklorid. İkiniz də düz dediniz. Doğrudur. Gəlin 120'ni də eləyin. Bir də bu qrafiklərdən birini deyərəm. Sonra yekunlaşdıraraq. 120'ni eləyin. Sulfat turşusundan barium klorid reaksiya girəndə orada ağ rəngdə barium sulfat çöküntüsü yaranır. Ondan söhbət gedir. Eləməyə çalışın, görmə alınacaq ya yox. Keçdim. Deməli, sulfat turşusu məhluluna barium klorid əlavə olunur. Barium klorid üstə gələk H2SO4. Təbii ki, bayaq turşuların sırasını yazmışdım. Sulfat kloriddən qüvvətli olduğuna görə onu sıxışdırıb çıxardacaq. Barium sulfat ağ rəngli çöküntüsü üstə gələk H xlor əmələ gələcək. Bariumun hardan bildim? Bariumun valentlik dərsindən bilirik ki, 2 valentli elementdə həm də ikinci qrupda yerləşir. Valenti 2-dir. SO4-ün valenti 2-dir. Bu cür formada yazırıq. H xloru da yenə də yazdıq. H xlor kimi. Hərəsindən 2-2 yazdım qabağını. Sonra bu zaman 46,6 qram ağ rəngli çöküntü əmələ gəlir. İndi baxaq. Çöküntünün kütləsi 233'dür. Məndən istəyir ki, sulfat turşusunun ilkin məhlulda kütlə payı. Məhlul, M məhlul 200 qramdır. Kütlə payını tapmaq üçün M maddəni də bilməliyik də. Yazımıza salaq görək kütlə payı necə hesablanır? Omega bərabərdir. M maddə, yəni həll olan maddənin kütləsinin məhlulun kütləsinə nisbəti vuraq 100. Maddəni bilmirəm axı, yəni sulfatı bilmirəm axı. Məndən sulfatın kütlə payını istəyir. Sulfatın məhlulun kütləsini verib. Məhlul nədir? Sudan sulfat bir yerdə. Sudan sulfat bir yerdə 200 qram verib, amma onun içində nə qədər sulfat olduğunu bilmirik. Mən də onu bilirəm ki, sulfat barium kloridlə reaksiya girir. Buradakı sulfatı tapsam, elə yəni M maddəmi tapmış olaram ki, bu yəni 200 qramın içərisində bu qədər sulfat var idi ki, onu da kütlə payını tapın. Barium sulfat kütləsi 233'dür. 233'e 98 qram sulfat turşusu reaksiya girərsə, 46,6'ya da 19,6 eləyəcək tənasübdə. Sonra
İndi kütlə payını da tapmaq üçün nə edirəm? 19,6 yəni sulfatın kütləsi maddəm. Maddəni tapdım da 19,6. Bölürəm məhlula, yəni 200-ə vururam 100-ə. Bunlar ixtisar getsə 19,6 bölü 2 eləyəcək 9,8. Bir də başa salıram uşaqlar. Barium kloriddən sulfat turşusunun reaksiyasını yazdım. Barium sulfat üstəgələ H-klor əmələ gəldi. Və buradan çöküntünün kütləsi 233-dür. 233-ə 98 isə 46,6-ya nə qədər sulfat turşusu lazım olacaq? 19,6. Niyə bu mənə lazımdır? Çünki sulfat turşusu ümumi məhlulun içərisində kütlə payını hesablamaq lazımdır. Sulfat turşusunun özünün kütləsini tapmaq lazımdır onun üçün. O da elədi 19,6. Omeqanı da tapmaq üçün maddəm, yəni 19,6-nı bölürəm 200-ə, vururam 100-ə. Oradan da alacağım 9,8. Aydın oldu. Yazın görüm. Qeyd eləyin dəftərlərinizdə olsun. O bir məsələləri eləyəndə sizə kömək olacaq. Deməli 134-cü sualda nəyə deyir? Eyni metalın sulfid, yəni H2S, sulfid, yəni H2SO3 və sulfat, yəni H2SO4. Bu turşularda əməl eyni metaldır. Əmələ gətirdiyi duzlarında kükürdün kütlə payını tapın. Bunun üçün nə edirik? Get-gedə fikir verin, heç yazmağa da ehtiyac yoxdur. Kütlə payı nədir? Yəni kükürdün kütləsinə ümumiyə nisbət. Kükürdün kütləsi 32-dir. Bir var 32-ni bölürsən hidrogenlə kükürdün kütləsinin cəminə. Bu eləyir 34. Bir var 32-ni böləcəksən, hələ üstünə bir oksigen gəlir. Get-gedə məxrəc böyüyür. Fikir verin. Sonda da 32-ni böləsən, hələ bir dənə də oksigen gələcək. Get-gedə oksigenin kütləsi məxrəc artır deyə kütlə payı azalmış olacaq. Yəni kükürdün kütləsini molekül kütlədən asılı azalma götürəsiniz. Başa düşdünüz? Məxrəc nə qədər böyük olursa, o qədər kiçilir də. Ona görə kütləsi artdıqca, molekül kütləsi artdıqca kükürdün kütlə payı azalmış olur. Yaxşı uşaqlar, bu qədər. Hardasa 150-yə qədər işləyərsiniz. Yetərincə sualların izahını verdim. Əlavədə mən keçdim ki, hər birini işləyə bilərsiniz. Məsəl üçün 149 bayaqçı tipdədir, 144 oxşar tipdədir. Yəni hərəsindən bir-iki nümunə işlədik ki, digərlərini işləyə bilərsiniz. İnanıram ki, 150-yə qədər rahat, yəni az suallı şəkildə işləyərsiniz. Növbəti yeni dərs keçmirəm. Növbəti dərs oksid əsas turşu duz mövzusunda. Yenə də sual cavab eləyəcəm oradan buradan. Burada bugün az sual verdim. Əsas testlərə keçdik. Yaxşı sual cavab eləyəcəm. Ondan sonra yeni mövzunu keçəcəm.